Salam uşaqlar, hər birinizi xoş gördük. Bugünkü 10-cu sinif OTK suallarının izahı ilə tanış olacağıq. Vaxt uzatmadan tez cavablarımıza keçid edirik. 31-ci test tapşırığımızda xəritədə ulduzla verilmiş şəhər Salari hökmdarı İbrahimin hakimiyyəti dövründə ulduzla verilmiş şəhər uşaqlar Gəncə şəhəridir. Və İbrahim İbn Mərzbanın dövründə isə bu şəhər, yəni 971-ci ildə Gəncə şəhəri Salarilərdən ayrılmış və Şəddadilər dövləti yaranır, onun paytaxtına çevrilmişdir. Cavabımız olacaq D variantı. 32-də mezolit dövründən eneolit dövrünə qədər keçən zaman ərzində insanların həyat tərzində baş vermiş dəyişikliklərə aiddir. Ovçuluğun meydana gəlməsi paleolit dövrüdür. Bunu cavablardan çıxacağıq. Torpağın şumlanmasında qoşqu heyvanlarından istifadə edilməsi, qoşqu heyvanları Tunc dövrünə aid olan xüsusiyyətdir. İkinci də cavablardan çıxacağıq və cavabımız qalacaq E variantı 3 və 4. Bu mağaralarda başlaması deyilsə, bu da paleolit dövrüdür. Cavab olacaq E variantı. 33-ə baxırıq. 1360-cı il Fransa krallığı və 1590-cı il Səfəvi dövləti tarixində baş vermiş hadisədir ki, müharibədə vaxt qazanmaq məqsədi ilə qarşı tərəflə müqavilənin imzalanması. Burada Fransa kralıdır. Burada isə Şah 1-ci Abbas İstanbul müqaviləsini imzalayacaq. Cavab olacaq A variantı. 34-ə baxırıq. Böyük Moğol dövlətinin qızıl əsrində, yəni Əkbər Şahın dövründən söhbət gedir burada. Əkbər Şahın dövründə iqtisadi inkişafı təmin edən amillərdən biri vahid çəki ölçü pul sisteminin yaradılması və vergi sisteminin nizama salınmasıdır. Cizyənin ləğv edilməsi Babur Şahın adı ilə bağlıdır. Deməli 1-ə B və C-nin olduğu cavab isə C variantında var. Baxırıq, sosial sabitliyi təmin etdi. Hindilərin müsəlmanlarla hüquq bərabərliyinin təmin edilməsi bəli, doğrudur. Moğollar İslam dini məcburi yaymırdılar. Yerli əhalinin hakimiyyətə təmsil olması icazə verilməməsi isə əksinə verirdilər. Cavab oldu C variantı. 35-ə baxırıq. 1-ci Balkan müharibəsindən fərqli olaraq 2-ci Balkan müharibəsində keçmiş müttəfiqlər arasında mübarizə baş vermişdir. Bəli, elə bizim doğru cavabımız bu olacaq. Aydındır mı? Bolqarıstanın belə deyək, geniş ərazilər düşməsi müttəfiqlər tərəfindən qəbul edilmir və ona qarşı mübarizə başlayır və beləliklə 2-ci Balkan müharibəsi başlamış olur. Cavabları tez-tez deyirəm, yəqin ki, nəzərə alacaqsınız uşaqlar məni. Nəsə bir səhvlik olanda deyərsiniz. Deməli, Şah 1-ci Abbasın hakimiyyətə gəldiyi ərəfədə Səfəvilər dövləti. Şah 1-ci Abbas 1587-ci ildə hakimiyyətə gəlib və həmin ərəfədə isə təbii ki, Osmanlılarla müharibə aparılırdı. Bunu biz qeyd edəcəyik. Tayfa müxtəlifliyi Şah Abbasın hakimiyyətə gəldikdən sonrakı dövrünə aiddir. Mərəd müqaviləsi də həmçinin, Ərdəbildə həmçinin, Ordubad əhalisi də həmçinin. Ərəfə söhbəti bir dənə A variantına uyğun gəlir. 37-yə baxırıq. Samur və Şahdağ döyüşlərinin ortaq cəhətini tapacağıq. Samur döyüşü 1460-cı ildə baş vermişdir və Ərdəbil hakimliyi Şeyx Züreyd məğlub edilib öldürülmüşdür. Şahdağ döyüşündə də Ərdəbil hakimliyi müttəfiqlərə məğlub olmuşdur və hər iki döyüşdə deməli Şirvanşahların Səfəvlərə qarşı iştirakı doğru fikir olacaq ki, Samur döyüşündə Qaraqoyunlularla, Şahdağ döyüşündə isə Ağqoyunlularla deməli Səfəvlərə qarşı vuruşub. 38-ə baxırıq. Abbasilər sülaləsinin Azərbaycanda həyata keçirdiyi tədbirlərin nəticəsidir. Ərəb-Xəzər müharibələri başladı deyirsə, bu Rəşidi xəlifələrə dövrüdür. Əsasən kişi cinsindən alınan can vergisi Gezid bilirsiniz ki, Sasanilərə aiddir. Cavanşirin müstəqil siyasət yetməsinin qarşısını alması bu Əməvilərə aiddir. Xürrəmlər hərəkatı yatırıldı. Bəli, 837-ci ildə. Əməvi Abbasilər bilirsiniz ki, 750-dən 1258-ə qədər hakimiyyətdə olubdur. Albaniya isə Əməvilər son qoyub. 39-a baxırıq. 12-ci əsrin 80-ci illərinə aiddir. Qəznəvilər dövlətinin varlığına son qoyulması. Əlbəttə cavabımız bu olacaq. 1187-ci ilə aiddir. Aydındırmı? Bunlar sadə suallardır. 40-a baxırıq. Xəritədə ulduzla işarələnmiş dövlətlərə aid ümumi cəhətlərdir. Diqqətli oluruq. Ulduzla işarələnmiş ərazi İspaniya və Portuqaliya ərazisidir ki, və bunlara aid ortaq cəhət baxaq. Amerika qitəsində ərazilər ələ keçirilmişdir. Əlbəttə ki, bu müstəmləkə işğallarının adı ilə bağlıdır və oxşar cəhət olacaq. Erkən orta əsrlərdə mərkəzləşmiş dövlət idi, yanlışdır. Göytürklər yanlışdır. Şərqə doğru xastı yürüşlərində deməli fəal iştirak etmişdi. Xastı yürüşlərində İspanlar və Portuqallılar yoxdur. Cavab qaldı 1 və 5, yəni E variantı. Bu da əlbəttə ki, 5 istisnasız doğru fikirdir. Sonra 41-ə baxırıq. Atropatena dövlətindən fərqli olaraq Albaniya dövləti Ərəb xilafətindən asılı olmuşdur. Bəli, bu da elə cavab A variantıdır. Çox sadə. Atropatena zaten Ərəb xilafətini görməyib. Albaniya isə bəli, Ərəb xilafətinin asılı. Quldar dövlət hər ikisidir. Azərbaycan cənubunda Atropatena yaranıb. Əhalisi Yunan tanrılarına sitayiş hər ikisindədir. Romaya qarşı
mübarizə isə hər ikisindədir. Aydındır? 42-yə baxırıq. Osmanlı Sultanı 2-ci Mehmetin xarici siyasətinə aid, baxın, xarici siyasətinə aiddir. Hadisə nəticə əlaqəsinin doğru verildiyi bəndləri müəyyən ediniz. Konstantinopol fəth etməsi, Avropalıların şərq ölkələri ilə əlaqələrinin çətinləşməsi istisnasız doğru cavabdır. Trabzon tutması, Ağqoyunluların Qaradənizə birbaşa çıxışının itirilməsi də doğru cavabdır. Elə 42-də cavabımız olacaq B variantı. O biri variantları izah etməyəcəm. Uşaqlar cavab gözləyirlər bizdən. Tez bəzər çəkib paylaşaq ki, hamı cavabları yoxlaya bilsin. Sonra Şirvanşahlar Şirvanşah 3-cü Mənüçöhür və 1-ci Axistanın fəaliyyətinə aid ümumi cəhətdir. Deməli, tabi olduqları dövlətə itaətdən imtina edilməsi. Aha, bəli, cavab elə bu olacaq uşaqlar. Deməli, 3-cü Mənüçöhür Səlcuqlara tabi olmaqdan imtina edir və bu söhbətlər 1123-cü ilə aiddir. 1-ci Axistan isə deməli Qızıl Arslanın Şirvana yürüşü var, bilirsiniz. Təxminən 1190-91-ci ilə aiddir və həmin dövrdə təbii ki 1-ci Axistan idi hakimiyyətdə, 96-cı ilə qədər hakimiyyətdə Axistan olub. Qızıl Arslanın Şirvana yürüş səbəbi nə idi? İtaətdən boyun qaçırmışdı Axistan. Bəli, bu çox qəşəng sualdır. Burada cavab A variantı olacaq, istisnasız. 44-ə baxırıq. Eyler-Venn diaqramının uyğun bəndlərini müəyyən ediniz. Gəlin edək. Çinə qalibiyyətli, deməli 3 dənə dövlət verilib. Birinci Göytürk, Uyğur dövləti və Monqol dövləti. Çinə qalibiyyətli hücumların edilməsi. Baxırıq ki, bəli, bu verilmiş hər 3 dövlətə aid oxşar xüsusiyyətdir. 4-ə A-nı gətirəcəyik biz cavablarda. Bizansda diplomatik əlaqələrin saxlanılması Göytürk dövlətinə aiddir. 1-ə B-ni gətirəcəyik. Sonra ölkə ərazisində maneçilik deyirsə, bu da Uyğur xanlığına aiddir. Artıq bizim cavabımız tapıldı. E variantı. 45-ə baxırıq. Elxani Qazan xan ticarət sahəsində qismən nizam-intizamı bərpa edə bildi. Nəyin sayəsində? Əlbəttə ki, ticarət deyirsə və orada nizam-intizamdan söhbət gedirsə, burada vahid pul sistemini yaratmasından söhbət gedəcək. E variantı olacaq. İqta ticarətə aid deyil, yam rabitiyə aiddir, vergiyə aiddir. Bütpərəstlikdən imtina edib İslam dinini qəbul etməkdə bu dini islahatdır. 46-ya baxırıq. 15-ci əsrin 20-ci illərində Teymurilər dövlətinin Azərbaycan üzərində yenidən ələ keçirməsinə təsir edən amil bu deməli Şahruxun adı ilə bağlıdır və 1420-ci ildə deməli Terek döyüşü baxın 1395-dədir. Birinci bunu çıxaq cavablardan. Sonra Çobanilərin islahatları, Hülakilərin zəifləməsi 15-ci əsrin 20-ci illərində Çobanilər yox idi. Qara Yusufun ölümü, Qaraqoyunluların döyüşlərdə məğlub olması bəli bizim doğru cavabımız olacaq. Əmir Teymur 14-cü əsrin 80-ci illərdir. Sərdurud 80 və 90-cı illəri belə deyək. Sərdurud döyüşü isə 1408-dədir. Bu 15-ci əsrin əvvəldir. Cavab olur C variantı. Qara Yusuf öləcək 1420-də, sonra Alaşket döyüşündə falan məğlubiyyətlər olacaq. Bunları bilirsiniz. Və bununla da nəzarətə ələ keçirəcək. Sonra neçəyə baxırıq biz? 47-yə baxırıq. Eradan əvvəl 5-ci əsrin əvvəllərində Əhəməni hökmdarı 1-ci Daranın Yunanistana hücum etməsinə səbəb oldu. Bu deməli 500-cü ildə üsyan baş verir və Afinalılar da Yunanlılara dəstək verir, kömək verir o üsyana və bu da təbii ki 1-ci Daranın Yunanistana hücum etməsinə səbəb olur. 47-də cavab olur C variantı. Sonra 48-ə baxırıq. Yezuitlər adlanan təşkilatın meydana gəlməsi bağlıdır. Bu uşaqlar əks reformasiya hərəkatı ilə bağlıdır ki, Roma papasının, yəni Katolik kilsəsinin reformasiyaya qarşı apardığı mübarizə nəticəsində Yezuitlər ordeni 1540-cı ildə Yezuitlər ordeni yaranmışdır. Burada da cavab olacaq D variantı. 49-a baxırıq. 49-da Frank dövləti Böyük Karlın hakimiyyətindən əvvəl, yəni 768-dən əvvəl, bir də hakimiyyəti dövründə 768-814-cü illər, yəni bu hadisələrə baxacağıq. Gəlin, baxırıq. Qanunlar toplusu qəbul etmişdi. Bəli, Böyük Karl hakimiyyətindən əvvəl Xlodvigin dövründə Frank dövləti qanunlar toplusu qəbul etmişdi. Burada hər hansı bir problem yoxdur. Birə A-nı gətirəcəyik. Sonra ərəblərin Şərqi Avropaya daxil olmasına imkan vermədi. Deməli, ərəblərin Şərqi Avropaya imkan verməməsi də yox, üzr istəyirəm. Burada Şərqi Avropa yox, Qərbi Avropa olmalıdır. Şərqi Avropaya Xəzərlər şeydir. Burada bunu çıxacaq cavablardan diqqətli olun. Sonra Poitiers döyüşündə məğlub edildi. Poitiers döyüşündə isə məğlub edilmir, qalib gəlir. Yəni 1-ə təkcə A variantı olacaq. O da elə cəmi bizim A variantımız öz əksini tapıb. 2-yə baxaqmı? Gəlin baxaq. Suasson döyüşü Böyük Karldan əvvəldir. Bizansla doğrudur. İşğal edilmiş ərazilərdə xristianlığı yayırdı. Bəli, bu da doğru fikirdir. Burada problem yoxdur. Nəsə bir ziddiyyət olanda mən sizə deyəcəm. 50-ci sual. Ağqoyunlu hökmdarı Həsən Padişahla Səfəvi hökmdarı Şah 1-ci İsmayıl hakimiyyət dövrlərinin ümumi xüsusiyyətləridir. Baxın, Şah İsmayıllə
uzun əsərin oxşar cəhətləri içərisində nə ola bilər? Bax, Azərbaycan ərazilərinin ələ keçirilməsi bu İsmailə aiddir. Uzun əsərin dövründə yoxdur. Avropa dövlətlərindən hərbi dəstək alınmasına cəhd edilməsi istisnasız. Artıq cavab tapıldı. Yox, 2 bir dənə də var imiş. Mərkəzi dövlət yaratmaq məqsədilə tədbirlər görülməsi, bəli, 2 və 3 olacaq cavabımız. Tamğa vergisinin ləğv edilməsi istiqamətində tədbirlər isə uzun əsərə aiddir. Şah İsmailə aid deyil. Şeybaniləri isə Şah İsmailə aid edəcəyik biz. Cavab oldu D variantı. Yox, E variantı. Bunda çıxdıq buradan. Cavab oldu E variantı. 51. 18-ci, 20-ci, 30-cu illərində Osmanlı əsarəti altında olan Səfəv ərazilərində yerli feodalların, baxın, yerli feodallar deyirsə, bizim burada baxmalı olduğumuz 2 dənə nüans var. Birincisi, mahal və nahiyələrdə idarə edilməsində iştirak edirdi. Bu istisnasızdır. Bir də bəylik və ağalıq adlanan şərti torpaq mülkiyyətinə yiyələnmələr var. Neft quyuları deyirsə, bu Rusiyaya aiddir. Baxın, çıxıram cavablardan. Biri gətirirəm cavablara. İdarəçilikdən tamamilə uzaqlaşdırmaları da yanlışdır. Çünki mahal və nahiyələr onlar başçılıq edirdi. Bakı və Abşeronu da görürsən, çıxırsan cavablardan, qalır C variantı. Çünki bu ərazilər Xəzəryanın torpaqlarıdır və Xəzəryanın torpaqlar Rusların adı ilə bağlıdır. 52-yə baxırıq. Şərq məsələsinin Fransa və İngiltərənin xeyrinə həll olunmasının qarşısını alan səbəblərdəndir. Burada deməli, baxın, nətər deyim, çox uzatmağa ehtiyac yoxdur. Afrika əraziləri uğrunda, yəni müstəmləkələr uğrunda, Misir falan ərazisi uğrunda bunların problemləri var idi. Və bu da şərq məsələsinin həll olunmasının qarşısını alan səbəblərdən idi. Aydındırmı? Burada cavab D variantı olacaq. Hər dəfə bunu dəyişmək yadımdan çıxır. Aha, D variantı olacaq. 53-ə baxırıq uşaqlar. 53-də cavabımız nədir? Xronoloji ardıcıllığı müəyyən ediniz. Ərəb-Xəzər müharibələri sona çatıb. Təxminən 8-ci əsrin sonları deyir. Mən bura 799 yazsam heç bir problem olmaz. Təxmini yazıram uşaqlar bunu. Xalqların böyük köçürün başlanması 4-cü əsrdir. Atilla'nın Qərbi Roma üzərinə hücumu 452-ci ildir. Hətta 51 də deyə bilərik, heç bir problem olmaz. Alban hökmdarı Cavanşirin xilafətdən asılılığı qəbul etməsi də 667-dir. Deməli, nə olacaq cavab? 2, 3, 4, 1. 54-ə baxırıq. Eyni əsrdə inşa edilmiş memarlıq abidələridir. Burada, deməli, Şirvanşahlar Sarayı 15-ci əsr, Həştbehiç Sarayı 1483-cü il, o da 15-ci əsrdir. Aydındırmı? Əlincə qalası 9-cu əsrdir, Gülüstan türbəsi isə 13-14-cü əsrlərə aid. Cavab oldu 3 və 4. 55-ə baxırıq. 55-də şərqə doğru istiqamətlənmiş xas yürüşlərinin və böyük coğrafi, bax bu da qəşəng sualdır. Xas yürüşlərinin və böyük coğrafi çəklərin oxşar cəhətləri nə olacaq? Avropa dövlətləri tərəfindən həyata keçirilmişdir. Doğrudur. Ticarət əlaqələrinin genişlənməsi. Deməli, xas yürüşdə ticarət əlaqələri şərqlə qərb, bəli, bu da doğrudur. Sonra Amerika qitəsində yerli əhalinin soyqırımları törədilməsi bu xas yürüşlərinə aid deyil. İşğal edilmiş ərazilərdə xristianlığın yayılması, əlbəttə ki, bu ikisinin də ən böyük oxşar cəhətlərindən biridir. İpək yolunun əhəmiyyəti itirməsi isə böyük coğrafi kəşflərə aiddir. Cavab oldu 1, 2, 4. 56-ya baxırıq. Şah Sultan Hüseynin Səfəvilər dövlətini iqtisadi tənəzzüldən çıxarmaq bu çox sadə sualdır. Həmişə biz bunu toxunuruq bu məsələlərə. Təbii ki, sertifikasiyada test nümunə suallarında var, miqə də düşür, abituriyentlərə də düşür, amma sadə sual uşaqlar. Qorxmayın, çəkinməyin. Burada təbii ki, əhalinin 1699-1702-ci illərdə siyahıya alınması və vergilərin artırılması, eyni zamanda deməli 1713-cü ildə Rusiya ilə ticarət bağlamaq üçün addımlar atır. Rusiya bunu geri çevirir. Sonra 1717-ci ildə isə İsfahan müqaviləsi imzalanır. Cavab oldu 2, 5. Aydın. Tamğanı ləğv edən birinci Təhmasibdir. Əfqanları qovan Nadir xandır. Hacı Davud və Sürxay xan himayə edilməsi tamamilə yanlışdır. Sonra 57-yə baxacağıq. 57-də Səfəvlərin dövründə mədəniyyət, xanlıqlar dövründə. Bu da biraz sadə məsələdir. Azərbaycan dili ifadəsinin baxın işlənməyə başlanılması 13-14-cü əsrlər mədəniyyətinə aiddir. Əsirəddin Əndəlusinin adı ilə bağlıdır. Bu heç bir dövrə düşmür. İrəvanda göy, bax İrəvanda göy məscid nə zamandır? Əlbəttə ki, xanlıqlar dövründədir, düzdürmü? 1764 olmalıdır. İli səhv etmirəmsə, Avropadan ölkəyə mətbəə avadanlığı, bəli, bu Şah II Abbasın adı ilə bağlıdır. Təbrizdə Qeysəriyyə bazarının inşa edilməsi Uzun əsərin adı ilə bağlıdır, yəni Haqqoyunlu dövlətinə aiddir. Həsən bəy Rumlu tərəfindən Əhsən Tavarix əsərinin yazılması da əlbəttə ki, Səfəvlərə aiddir. Sonra, getdik mənbə suallarına. Mənbə suallarını uşaqlar oxumusunuz, yenə də deyirəm. Mənbədə bəhs edilən silahlı toqquşma cədvəli tamamlayın. Hadisənin baş verdiyi il 1653-dür. Münaqişəni hətta bilirsiniz də 62-ci ilə qədər davam edib.
Sonra hadisənin baş verdiyi vaxt Səfəvi hakimiyyətindən Səfəvi şahı kim idi? Əlbəttə ki, 2-ci Abbas idi. 2-ci Abbas. 2-ci Abbas 1642-1666-cı illərdə hakimiyyət durub o dövrə düşür. Sonra 59-da nə deyir? Deyir ki, bəhs edilən hadisə zamanı Moskva çarının Səfəvi hökumətə sülh danışıqları başlamasının səbəblərindən birini yazın. Burada əlbəttə ki, Rusiyanın hələ həmin dövrdə kifayət qədər hərbi gücü yox idi. Elə bu cümləni yaza bilərsiniz ki, Rusiyanın kifayət qədər hərbi gücü yox idi. Gücü yox idi. Ondan sonra münaqişənin nəticələrindən ikisini yazsaq, bilirsiniz ki, Rusiya üçün uğursuz olub, Səfəvilər üçün uğurlu olub. Məsələn, Səfəvilər üçün yaza bilərik ki, Şimali Qafqazda nüfuzları artır. Şimali Qafqazda nüfuzu artır. Rusiya üçün də yaza bilərik ki, Rusiya Şimali Qafqazda qalalar tikməkdən əl çəkir. Qalalardan yazdım. Qalalar tikməkdən olmalıdır. Və yaxud da qalalardan da əl çəkdi deyə bilərik. Heç bir problem olmaz. Aydındır. İzlədiyiniz üçün təşəkkürlər uşaqlar.